Unsuzdur. Heç bir qram da yağ yox. Şəkər istifadə etmədim. Çox dadlıdır. Siz də mənim kimi pəhrizdəsinizsə mütləq bu şirniyyatı yoxlayın. Keçirik hazırlanmasına. Mən 1 kiloqram kəsmiyə zapekankasını bişirəcəm. Amma siz istəsəz onu yarı azalda bilərsiniz. Yəni onu bölə bilərsiniz. Yarım kiloqram kəsmikdə bəslik edir. Bu gördüyünüz bax təmiz baldır. Yəni bu pəhriz dietik şirniyyat olduğuna görə mən burada nə şəkərdən, nə undan, nə yağdan qətiyyən istifadə etməyəcəm. Çox dadlı, kalorisi az olan şirniyyatdır. Quru kəsmikdən istifadə edəcəm. Yağlılığı ən az faiz olan tavadan istifadə edəcəm. Yumurta, yenə də deyirəm, məndə çox olmağının səbəbi çünki mən 1 kiloqram götürmüşəm bugünkü kəsmiyim. İlk dəfədir ki, bu qədər çox bişirirəm. Təmiz bal yoxdursa doşab da əlavə edə bilərsiniz. Ya da ki, quru meyvələrlə dadlandıra bilərsiniz. Quru meyvələrlə, mövsümü meyvələrlə dadlandıra bilərsiniz. Mən baldan istifadə edəcəm bu gün. Nişasta, kartof nişastası, 180 qram yağsız kəsmik, 6 ədəd yumurta. Əslində çox asan şirniyyatdır. 5 dəqiqənin içində hazırlaya biləcəyiniz şirniyyatdır. Həm mənə görə çox xeyirlidir. Həm də ki, kalorisi çox azdır. Yumurtanı ayırıb bura əlavə edəcəm təmiz bal. İstəsəz xurma da əlavə edə bilərsiniz, istəsəz kişmiş də əlavə edə bilərsiniz, qaysı qurusu da əlavə edə bilərsiniz. Ürəyiniz nə istəsə, mən təmiz bal əlavə edəcəm. 1 2 qaşıq təmiz bal. Ümumiyyətlə kəsmin şirniyyatların dadı bulkuda da gözəl olur, piroqlarda da gözəl olur. Vanili də əlavə elədim. Kəsminlə vanil bir-birinə. Ümumiyyətlə vanil şirniyyatlara yaraşmadığı bir şirniyyat yoxdur ümumiyyətlə. Bütün şirniyyatlara yaraşır. Amma elə kəsmiyi o qədər çox sevirəm. Kəsmiyə də hər şeyi yaraşdırıram. Vanil. Bütün ərzaqları əlavə edəndən sonra başlayırıq blenderdan keçirtməyə. Ən gözəl terapidir. Bu blenderdan keçirtmək mənim üçün terapidir. Baxın. Sevirəm. İnanırsınız, bunu sırf anam üçün bişirirəm. Necə sevir, hər dəfə deyə qalır. Mən ona pişirmirəm bunu. Güman edirəm ki, hər zaman kimi dadlı düşəcək. Artıq blenderdan keçirtdim, artıq hazırdır. Bunu qoyuram bura. Bunu qoyandan sonra belə bir qab götürdüm. Mən yəqin ki 2 qab da hazırlayacağım. Çünki məndə kəsmək çox idi. 1 kiloqram kəsməkdən hazırlayacağım. Uşaqlar kimi mən də belə bir qaşıqla yemək istəyirəm onu. Bana meyvə vurulmayanda inanırsınız, qəribə hiss edirəm özümü. Bilirsiniz niyə? O meyvə vurulanda, indi meyvə evdə yox idi, evdə nə var idi, uşaqlar yedir. Meyvə vurulanda elə bilirəm ki, gözəllik gəlir də. Kəsminlə meyvə bir-birindən çox yaraşır, yəni gözəllik gəlir.
Çok qəşəng olur. Pişirdiyim bütün şirniyyatlarda sevgi yaşayıram. Yəni bəhri şirniyyat da olsa sevgi yaşayıram. İndi öz-özümə düşünürəm ki, buna meyvə vurulsaydı qırmızı çox gözəl olardı. İndi digərini hədiyyə eləyəcəm. Evdə buzluqda malina varımdı. Ondan atacağım üstünə.